bu danışıqlara gedəcəklər. Ukrayna dəqiq bilir ki, Rusiya bir aylıq sülh razılıqdan sülh təklifinə, atəşkəs təklifinə razı olmayacaq. Ona görə də hər şey əvvəlki kimi davam edəcək, müharibə davam edəcək və o müharibəyə hazırlaşırlar. İndi bu Trumpla Putin nə danışacaq mənim üçün təəccüblüdür. Putinin arzuları, tutalım ki, o deyir ki, mən istəyirəm Xarkovda götürəm. Odessadan da mənə verəsiniz. Belə səfih, qeyri-insani, antibəşəri, ondan sonrasına sözün həqiqi mənasında nasist xarakterli təkliflər edir. Bəli. Nə tutulmuş hissənin az qala 1,5 dəfə çox hissəsində geriyə tələb edir. Bəli. Ukraynanın mövqeyini deyim. Bəli, bu Trumpla bilirlər ki, dəli nenormalni bir adamdır. Bundan bir qədər ehtiyatlı danışırlar. Deyirlər, danışaq görək, nə mümkünsə onu eləyir. Amma Ukraynanın prezidenti keçən gün xalqa müraciətində dedi ki, konstitusiyada nə yazılıbsa mən onları yerinə yetirəcəm. Konstitusiyanın mənə verdiyi səlahiyyətdən əlavə heç nə edə bilmərəm. Ya özümü asaram, ya heç nə edə bilmərəm. Mənim üçün Krımda qırmızı xətdir, Luganskda qırmızı xətdir, Donetskda qırmızı xətdir, Xarkovda Temboli. Təbii ki. Beləliklə, Ukrayna ciddi surətdə müharibəyə hazırlaşır və belə də olmalıdır, başqa cür olmaz. Bu Putinin nazını nə qədər oynamaq olar? Üstəlik yeni raketlərini, yeni silahlarını sınaqdan keçirdi, dronlarını artıq istehsal edir və bu dronlarla Moskvadan tutmuş hər yerə qədər hücumlar edir. Yəni Ukrayna niyə dayanmalı və yaxud da təslim olmalıdır ki, hansı bu belə alçaldıcı şərtlər altında? Ukrayna köhnə zavodlarının hamısını bərpa edir. Bəli. Ölkədə olan bütün alimlər və bu sahə üzrə çalışan alimlər hamısı səfərbər edilir. Mən dedim, ballistik raketlər üzrə çalışan alimin birinin 98 yaşı var, qocadır, ayağının biri də kəsilibdir. Ona nə qədər yalvarıblar ki, getmə, zavod soyuqdur, nə bilim, özə qanqrena prosesləri başlayıb. Amma bu deyib ki, vətənin yolunda ölüm də şərəflidir və gedib zavodda özünə balaca bir koyka, balaca bir butka düzəltdirir və orada köhnə arxivdəki bütün ballistik raketlərin çertyojlarının hamısını çıxartdırıb, baxır. Bunun özünün komandası var. Universitetdə dərs deyirdi, universitetdə öyrətdiyi, aspiranturada öyrətdiyi adamlar var. Bunların hamısı onun ətrafında toplaşıblar. Nəticə etibarilə bu saat Ukrayna gündə 1000 ədəddən çox dron istehsal edir.